Azərsüd, Evita Gözəllik Mərkəzi, Diablonun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə Şəfalı Həyat başladı. Hər vaxtınız xeyir mənim əzizlərim. Yenə də hər zaman olduğu kimi hər bazar günü saat 3-də Şəfalı Həyat sizinlədir. Və mən sizin, məhz onu vurğulayaraq deyirəm, çünki siz varsınız deyən biz də varıq. Mən sizin həkim dietoloqunuz Şəfa Yadigarova bugün də sizinləyəm. Bugün fərqli və maraqlı qonaqlarımız olacaq. Təbii ki, hər kəs hər zaman Şəfalı Həyatdan hansısa bir faydalı məlumat, məsləhət alır. Ona görə də fikirləşdim ki, bugün hər kəs üçün maraqlı olur. Çünki hər birimiz səhər duranda sosial şəbəkəyə baxırıq, telefonumuzu açırıq və orada kimləri daha çox izləyirik? Blogerləri. Və bugün Azərbaycanda çox tanınmış, işinin peşəkarı və mən deyərdim ki, çox gözəl bir xanım, ailə başçısı, çünki 2 evlad anası olan Nigar xanım Parenci bugün studiyamızın qonağıdır. Buyurun Nigar xanım. Xoş gördük. Xoş gördüm sizi. Necəsiz? Teşekkür ederim. Hər zaman dəvətiniz üçün minnətdaram. Çox sağ olun. Çox şadam ki, bugün bizimləsiniz. Çünki siz food bloggersiniz və bizim sayəmiz həm sağlıqlı qida, həm sağlıqlı ailə, sağlıqlı ətraf və təbii ki, sağlıqlı düşüncədir. Və bir insan səhər telefonu götürürsə və sosial şəbəkəyə baxırsa, deməli kimi faydalı, hansından ki, ibrət götürə bilərik, elə bir insanları izləməliyik. Sizinlə tamamilə razıyam. Birazdan bu haqda ətraflı danışacağıq və təbii ki, Şəfalı Həyat, necə ki faydalı məsləhətlərimiz, necə ki faydalı söhbətlərimiz, faydalı mətbəximizlə bərabər hər zaman bizim studiyamızda faydalı, gözəl səsi ilə bizi sevindirən, ruhumuzu təzələyən, enerji verən bir müğənnilərimiz olur və bugün studiyamızın qonağı mənim əzizim, dostum, gözəl səsinlə, gözəl enerjisindən İlqar Sadıqov. Hardan bileydim bizə yalnızlıq həsrət düşər. Axı hardan bileydim sevgiyə yanlış səhv gəlmişəm. Hardan bileydim bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə, mən eşqi səndən bilmişəm. Hardan bileydim bizə yalnızlıq həsrət düşər. Axı hardan bileydim sevgiyə yanlış səhv gəlmişəm. Hardan bileydim bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə, mən eşqi səndən bilmişəm. Ürək həvəssiz axtarır səni, günəş deyil bu eşq olub qaranlığım mənim. Qaçdı sevginin dadı, ayrılıqsa yoldadır. Gəl düşmən olmadan ayrılaq, söhbət ondadır. Sözlərim, duyğularım, bütün hisslərim sənin. Tanrıdan son dəfə geri istədim səni. Gedişin yadımdadır, göz yaşım xatırladır. Bu səfərli hər şey geri döndürmək qismət olmadı. Hardan bileydim bizə yalnızlıq həsrət düşər. Axı hardan bileydim sevgiyə yanlış səhv gəlmişəm. Hardan bileydim bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə,
zaman olduğu kimi İlqar gözəl ifalarından, gözəl enerjinlə, onu da deyim ki, günbəgün inkişaf edirsən. Çox sağ Yeni ol. ifalar, yeni musiqilər, hətta belə deyim də çox ifaların trendlərə düşür. Bu ən sevdiyim mahnımdır. Çox sevirəm bunu. Mən- Papriləri də sevirəm, amma bu xüsusidir, Çox sağ sevirəm. olun, çox sağ olun. Mən salamlayıram ARB-nin bütün izləyicilərini, bütün televiziya izləyicilərini və xüsusən də Şəfalı Həyatın bütün tamaşaçılarını salamlayıram. Şəfalı Həyat günü-gündən maşallah ölkəmizin hüdudlarından kənarda da səs salır. Çox sağ olun. Hətta bir çox ölkələrdən dostlarım yazırlar. Hər dəfə sizin verilişdə olanda o qədər mənə zənglər gəlir. Hər bir tamaşaçımıza elə İlqarla Təşəkkür bərabər, edirəm. xanımımızla bərabər təşəkkür edirəm. Bir qonaq gələndə birinci növbə nə edirsən? Bir çay süzəsən, bir onlardan gözəl söhbət üçün bir çay Sizin süzəsən. çayınızdan da olmaz maşallah. Bəli. Çayınız, xüsusi yeməkləriniz. Bəli, Keçən mən səfər elə gəl bu o dəqiqə- salatın dadı hələ damağımdan Mən sizə getmir. buraya Çox çay möhtəşəm idi. gətirirəm, bərabər çay içək Var və olun, söhbətimizə var olun, davam edək. Gəlin belə bu peçenyalardır, şokoladlardır, vafillərdir, hamısı glutensiz, Çox şəkərsiz, möhtəşəmdir. qatqısız. Bəli, hələ də bizim evdə var Yeyirik bunlar. və kilo Maşında var, alırıq. bəli. Ay maşallah. Yeyirəm. Çox Deyir möhtəşəmdir. yeyirsən, kilo almırsan. Bax elə o şirniyyatlar elə bizim şirniyyatlardır. Odur ki, siz də yararlana bilərsiniz. Şəfalı Həyat verilişində hər zaman biz peşəkarları dəvət edirik. İşlərinin peşəkarı və bu gün studiyamızın qonağı Nigar xanımdır. Mən istəyirəm onunla başlayım icazənizlə və İlqar da bizə qoşular. Çünki İlqar da maşallah hər zaman formadadır. Onun da sirlərini öyrənəcəyik sizdən. İdman, bugün. idman, məşq hər də. Hər zaman mən illər boyunca səni görürəm İlqar. Hər zaman bu Amma formadasan. sağlam idman. Yəni heç bir dərmandan istifadə etməyərək Bilirəm, təbii. görünür, Bəli, görünür. Sağlam. Zaten görünür. Və Nigar xanım, biz bundan öncə də sizlə danışdıq. Mən bilirəm ki, siz artıq 5 ildən çoxdur. Bəli, artıq 5 ildir ki, futblogerliklə məşğulam. Kontentiniz çox maraqlıdır. Çünki insanlara faydalı məsləhətləri verirsiniz. Onun üçün məkanları düzgün seçirsiniz. Bax, nəyə əsaslanaraq bir məkanları seçirsiniz, məhsulları seçirsiniz. Birinci növbədə konsepsiyamız nədən irəli gəlir? Mən izləyicimə hansısa məkanı təqdim edirəmsə, mütləq ki, o məkan ailəvi bir məkan olmalıdır. Kontingenti ailəvi insanlara uyğun Yəni birinci olmalıdır. növbədə ailə dəyərləri siz üçün ən önəmlidir. Ən önəmlidir və üstünlük verirəm ki, məkanın sağlam menüsü olsun. Aha. Hansı məkanların sağlam menüsü varsa, ora dəfələrdən məsələn təkrar gedirəm. Onu da nəzərinizə çatdırım ki, əziz tamaşaçılar, bizim Şəfalı Həyat Coffee and Healthy Food məkanımız açılır. O da ki, sizi də dəvət edirəm və Nə gözəl. Nigar xanım çox gözəl vurğuladı ki, məkanın birinci növbədə sağlıqlı menüsü olacaq. Təbii ki, bizdə orada ən önəmli sağlıqlı menü olacaq və digər menü olacaq, amma o da sağlıqlı istifadə olunaraq. Hətta Anladım. Nə gözəl. Mən əminəm ki, o məkanın daimi müştərilərindən olacağam özüm və övladlarımla Mən də birlikdə. həmçinin yüksək səviyyədə təbrik edirəm bu arada Çox sağ olun, Şəfa xanım. Uğurlu olsun, xeyirli olsun və əslində bu çox gözəl bir ideyadır. Həm də xalqımıza gözəl bir xidmətdir mən deyərdim. Siz tərəfdən çox sağ olun. çox sağ olun. Orada biz müxtəlif mütəxəssisləri dəvət edəcəyik. Modelyer ola bilər, istər astroloq ola bilər, istər psixoloq ola bilər, istər foodbloger ola bilər. Yəni müğənnilərimiz olacaq. Çünki bir insan bir hansısa yolu gedirsə, mən hər zaman deyirəm, bir insan o faydalı məsləhətlərini digər insanlarla paylaşmalıdır. Bəzi insanlar ruhdan düşür, deyir məndə alınmaz. Amma inanın ki, hər bir insan yetər ki, onu ürəkdən istəyərsiniz. Yetər ki, peşəkarlarla, mən hər zaman deyirəm, istəyir servis olsun, istəyər mətbəx olsun, istəyər komanda olsun efirdə, hər zaman peşəkarlarla işləmək lazımdır. Və peşəkarlardan məsləhəti almaq lazımdır. Seçimimiz düzgün olmalıdır. Seçimimizi düzgün etməli. Bax, siz bir foodbloger kimi necə bunları edirsiniz? Bu işinizdə necə irəli? Çünki son 5 ildə çox böyük irəliləyişləriniz olub və mən sizi mütəmadi izləyirəm. Çox gözəl postlar olur, çox maraqlı çəkilişləriniz olur. Yəni bunu özünüz edirsiniz, bir komanda ilə edirsiniz. Yəni bu seçimlərinizi necə edirsiniz? Bunları istəyərdim bir ətraflı danışaq sizlə. Deyim ki, bizim sahədə də bayağılıqdan uzaq olmaq çox önəmlidir və üzərimizdə daim işləməliyik. Məsələn, elementar bir şeylər var ki, bu çəkilişləri şəxsən mən özüm eləyirəm, öz telefonumla, özüm proqramla yığıram. Proqramlar il-ildən dəyişir, çəkiliş tərzi dəyişir və sən bununla ayaqlaşa bilmirsənsə, artıq səhifədə bir zəifləmə, dəbdən düşmə kimi bir hal yarana bilər. Ona görə bizim sahədə də üzərində işləmək çox önəmlidir. Qaldı ki, əməkdaşlıqlarımdır, məkanları tapmaqdır, seçimdir. Orada əsasən mənə təkliflər gəlir və mən o təkliflərin içindən seçim edirəm. Hansı ki,
düşünürəm ki, mənim auditoriyama maraqlı olar və ilk növbədə faydalı olar. Faydalı olacaqsa, o təklifə mən də razılaşıram və təqdim edirəm izləyicimə. Biz izləyiciyə düzgün təsir göstərməliyik. Bizim əslində adımız sosial media təsirçisidir. Ona görə də nə paylaşırıq, bundan kim nə nəticə çıxara bilər deyə ətraflı, hər tərəfli düşünüb sonra paylaşım eləmək lazımdır. Mən məsələn bir ana olaraq da övladlarımın nə evladlarımızı da qorusun. Əsəd bir də Fuad. Bəli, Əsəd Fuad. Məsələn, onların da izlədiklərini nəzarətdə saxlayıram. Bəzən elə bir şeylər görürəm ki, çox məyus oluram ki, övladlarım mən bilmədən hansısa təsirə məruz qala bilər. Mən hər zaman izləyirəm. Evladlarınızla bərabər olursunuz və işinizlə bərabər sizin işiniz ailənizi də bir-birinizə cəmləyir. Ən çox da bu işə başlamağım səbəbi o idi ki, mən övladlarımı tək qoyub harasa getməyim və onların yanında olum. Başladım, uğurlu da alındı. Ona görə işimi hal-hazırda ona görə daha çox sevirəm. Özü də sevə-sevə edirsiniz. Bəli. Hətta o səs tembriniz var. Orada səslənmə eləyəndə onu da dinlədim ki, onu sevərək edirsiniz. Bir məqamı da toxunmaq istəyərdim. Necə oldu ki, bax nədən nədə gəldiniz? Mən bilmirəm sizin ilk sahəniz nə olub. Amma necə oldu ki, gəldiniz məhz food bloger oldunuz? Çünki çox gözəl əl işləriniz var. Mən əslində maliyyəçiyəm. Təhsilim maliyyəçi o sahədədir. Sadəcə övladlarım dünyaya gəldi. Pandemiya dövrünə düşdü onların körpəlik dövrü. Pandemiya sizə düşərli oldu. Bəli, əksər blogerlər kimi mənim üçün də pandemiya belə düşərli bir dövr oldu. Evdə başladım yavaş-yavaş. Hazırlamağını hər zaman yeməklər hazırlamışam müxtəlif. Sevirdim bunu ki, ailə üzvləri hər zamanda yanlarında oturub belə reaksiyalarına baxıram ki, məmnun qaldılar ya yox. Elə o dövrdə başladım çəkiliş eləməyə. Bacımın təkidi ilə. Yavaş-yavaş gördüm ki, uğur qazana bilirəm. Gördüm ki, izlənir və sevilir. Bəli. Çox dəyərli insanlar qazanıram səhifə sayəsində, dostluqlar qazanıram və özümün üzərində işləməyə başladım, mükəmməlləşdirməyə başladım videoları. Və 5 ildir ki, artıq hələ ki Instagramın dəbi ilə ayaqlaşa bilirəm. Nigar xanım, bir sualım da yarandı elə sizlə danışarkən. Əsasən nəyi daha çox insanlar izləyirlər? Hansı məlumatlarınızı, nəyə daha çox maraq sizin səhifədə var? Əsasən yeməklərə maraq çoxdur və milli mətbəximizə maraq çoxdur. Bir də ki, sağlam menyulara maraq çoxdur. Sağlam menyulara üstünlük verirlər. Üstünlük verilir. Məsələn, məndə bir o qədər çox deyil sağlam reseptlər, amma tələb var. Məsələn, yazan izləyicilərdən görürəm ki, bizimlə sağlam qidalar bölüşün, sağlam reseptlər bölüşün deyə istəklər çox olur. Odur ki, mənim əzizlərim, mən çox şadam, doğrudan da sevindim. Sevindim ki, bizim Azərbaycan xalqımız artıq sağlam həyata daha üstünlük verir. Və sağlam həyat mən hər zaman deyirəm, o demək deyil ki, insan pərhizdə olmalıdır. Mən pərhizləri ümumiyyətlə yox deyirəm. Mən hər zaman yalnız sağlam qidalamaya hə deyirəm. İnsan harasa gedirsə, onun hazırlandığı yeməyin tərkibi də sağlıqlı olmalıdır. İstifadə etdiyi yağın da, yağ da keyfiyyətli olmalıdır. Necə ki, biz istifadə etdiyimiz yağlardan. Eyni zamanda qəbul etdiyimiz yeməklər, keyfiyyət, bu da çox önəmlidir və mühit. Mühit də çox önəmlidir. Yeri gəlmişkən Şəfalı Həyat tur haqqında danışdım. Elə bundan öncə bizim Şəfalı Həyat turumuz elə Qusar rayonunda oldu. Elə oradan istəyirəm bir neçə kadrları bərabər izləyək.
Verilişimizin baş sponsoru Azərsüdə təşəkkür edirəm. Mənim əzizlərim, siz də sağlıqlı, təbii, orqanik, keyfiyyətli qidalanmaq istəyirsinizsə, rahatlıqla Azərsüdün bütün məhsullarından istifadə edə bilərsiniz. Baxın, insan var ki, deyir ki, mən pəhrizdəyim, kərə yağı olmaz. Elə mən deyirəm ki, bütün insanlar kərə yağı gündə 30-40 qram yeməlidirlər. Əks halda qarmalar disfunksiya olacaq. Pendir nə edir? Bizim əhval-ruhiyyəmizi artırır, triptofanı artırır, gözəl bizə əhval-ruhiyyə verir və təbii ki, bizi tox tutur. Odur ki, səhər süfrənizi Azərsüdün məhsullarından açın, dadlı, faydalı qidalanın, hər zaman formada qalın. Kimlə? Elə Azərsüdlə. Təbii dad, təbii ki, öz fermamızdan. Verilişimizin baş sponsoru Diablo'ya dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim əzizlərim, əgər sizdə şirniyyat istəyi varsa və fikirləşirsiniz ki, hansı şirniyyatdan istifadə edim ki, kilo almayın, gözəl formada olun, o zaman rahatlıqla, mən sizin həkim diyetolog Şəfa Yadigarova bunu rahatlıqla, güvənlə deyirəm ki, Diablo'nun bütün məhsullarından istifadə edə bilərsiniz. İstəyər vaflilərindən, istəyər konfetlərindən, istəyər şokoladlarından, istəyər kurabiyələrindən, yəni hər biri çox dadlıdır. Şəkər qəti şəkildə yoxdur. Tərkibində yalnız stevia əvəz edicisidir və onu da nəzərinizə çatdırım ki, bu şirniyyatlardan həm şəkəri diabetdən əziyyət çəkən insanlar istifadə edə bilər. Tərkibi 100%li keyfiyyətlidir. Odur ki, güvənlə, rahatlıqla deyirəm, hər biriniz kim ki şirniyyat sevənlər varsa, rahatlıqla Diablo'nun məhsullarından istifadə edə bilərsiniz. Verilişimizin baş sponsoru Evita Gözəllik Mərkəzinə dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim əzizlərim, xanımlar, əgər gözəl formada olmaq istəyirsinizsə, gözəl görünmək istəyirsinizsə, birbaşa siz də elə Evita Gözəllik Mərkəzinə baş çəkin. Evita Gözəllik Mərkəzində istəyər make-up, istəyər saç düzümü, istəyər gözəl bir formada qalmaq istəyirsiniz, spa, masaj, tay masajı, idman. Odur ki, mənim əzizlərim, siz də Evita Gözəllik Mərkəzinə gedin, gözəlliyinizə biraz da gözəllik qatın. Komandaları peşəkar söz ola bilməz. Nəzərinizə çatdırım ki, Evita Gözəllik Mərkəzində Bialine Jatonun bütün məhsulları satışdadır və bugün Bialine Jaton lifting kremi haqqında danışmaq istəyirəm. Çox möhtəşəm lifting effekti verir. Dəridə olan bütün məsamələri yığır, dərini yığır, göz altı qırışları aradan götürür və çox gözəl bir formada olursunuz. Bir dəfə edəndən sonra artıq gözəl bir nəticə alırsınız. Odur ki, mənim əzizlərim, gözəl formada qalmaq üçün Evita Gözəllik Mərkəzinə müraciət edin. Azərsüd Evita Gözəllik Mərkəzi Diablo'nun baş sponsorluğu, Biolayan Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyat davam edəcək. Azərsüd Evita Gözəllik Mərkəzi Diablo'nun baş sponsorluğu, Biolayan Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyat davam edir. Daşın attım bugün öz yarıma, bak qovuşdum bugün, xəbər verin qohum qardaşıma, şənlik edib yığılın başıma, toy toy toydur bugün, elimizdə toydur bugün, toy toy toydur bugün, elimizdə toydur bugün.
karışanda başım ey uğurlanmalıydı. Coş denizim, kanada sök gemimiz, gemimiz, gemimiz. Dalga bizim, tufan bizim, anamızdı bu deniz, bu deniz, bu deniz. Es küleyim, coş denizim, kanada sök gemimiz, gemimiz, gemimiz. Dalga bizim, tufan bizim, anamızdı bu deniz, bu deniz, bu deniz. Dostlar bize göy deniz azizdir, göy deniz azizdir. Sevgilimiz denizdir, denizdir. Hey denizdir. Yelken kimi biz açırıq Xəzərim, Xəzərim, Xəzərim. Neft alınca bu günləri biz açırıq gözəlim, gözəlim, gözəlim. Eşqimizi yelken kimi biz açırıq Xəzərim, Xəzərim, Xəzərim. Neft alınca bu günləri biz açırıq gözəlim, gözəlim, gözəlim. Dostlar bizə göy dəniz əzizdir, göy dəniz əzizdir. Sevgilimiz dənizdir, dənizdir. Hey, dənizdir. İlqar, əla. Buyurun, əyləşin və sizə hədiyyələrimi təqdim etmək istəyirəm. Hər zaman olduğu kimi, mən eyni zamanda bizim tamaşaçılar üçün necə ki faydalı oluruq, elə də qonaqlarımı əli boş qaytarmıram və bugün bizim sponsorlarımızdan hədiyyələrimiz var. İlqar, bilirəm sənin maşında hər zaman bizim bu şəkərsiz, unsuz məhsullarımızdan olur. Bax, belə şəkərsiz, unsuz, glutensiz, qatqısız siz də qidalanın, hər zaman formada olun. Nigar xanım, buyurun. Və digər də hədiyyəmiz, sponsorumuzdan hədiyyələr var. Bilirəm ki, Nigar xanım çox gözəl, dadlı hazırlayır. Elə ağartı məhsullarından siz də yarada bilərsiniz. İlqar, sən də hər zaman formada qalmaq üçün təbii ki, ağartı məhsullardan daimi istifadə edirsən. Nuş olsun. Hətta onu deyim ki, bu hədiyyələr o qədər gözəldir. Burada olan bu glutensiz bütün şirniyyatlar, bəli, mən dadmışam. Bəyənirsən dadını? Bacım qızı tez-tez gəlir, məni çox istəyir. Mənə uşağın ürəyinə bax, dünən mənə deyir ki, dayı xahiş edirəm, o deyir, o glutensizdir şirniyyatlar almışdın, onlardan mən yenə də aldım. Mən dedim ki, onu mənə Şəfa xanım verib, mən onu almamışam. İndi bir taparasını balacağınıza da odur ki, mənim əzizlərim, siz də formada qalmaq istəyirsinizsə, hər zaman bizi kimi sağlam qidalana bilərsiniz. İndi istəyərdim elə Nigar xanım sizlə davam edək, çünki bu kontent yaratmaq, bu zaman aparır, vaxt aparır. Birinci növbədə nəyə əsaslanaraq bunu edirsiniz? Vaxtı çox aparır, həqiqətən də. Bir dənə videonu çəkmək üçün neçə gün və neçə saat vaxtımız gedir? Ümumiyyətlə 2 gün vaxtım gedir bir videonu hazırlamağa. Bura daxildə onun bazarlığı, qab-qacağın yenilənməyi, reseptin çəkilişi, montajı, paylaşılması, sonra rəylərə cavab yazmaq. Deməli, başı iş görürsünüz. Bəli, bu 2 gün ərzində mən bir videonu ərsəyə gətirirəm. Məsələn, yarım saatlıq bir yeməkdirsə, onu mən videosuz yarım saata ortaya çıxarda bilərdimsə, video ilə çəkilişlə təəssüf ki, bu 4-5 saat çəkir. Yəni neçə dəqiqəlik video hazırlayırsınız? 30 saniyə 1 dəqiqə arası olur videoların. 1 dəqiqəlik video çəkmək üçün neçə gününüz gedir? 2 gün. Bəs İlqar xanım, necə bu kontenti çatdırırsınız? Çatdırmaq biraz çətindir. Ailənin o kontenti. Və xüsusilə də mənim mətbəxim evimdə olduğu üçün, yəni studiya tərzində deyil, sırf evimin mətbəxidir ki. Amma hər zaman qabları dəyişirsiniz. Çalışıram ki, dəyişim. Hər video üçün artıq inanırsınız, evdə qab sıxlığı yaşayıram biraz. O dərəcədə. İzləyicinin gözünü yormaq da istəmirəm. Biraz ev şəraitində bunu eləmək çətindir. Məsələn, studiyam olsaydı orada daha fərqli olardı. Çünki evin, məsələn, evdə yemək yeyildi, onu yığışdırıb təzədən çəkiliş üçün hazırlıq eləmək, o da biraz vaxtı uzadır. Seçimlərimdə çox diqqətliyəm. Keyfiyyətinə əmin olmadan heç bir məhsulu seçmirəm. Çünki əvvəla bu məhsul mənim evimə girir və evladlarım tərəfindən bu qəbul edilir. Ondan sonra, əgər mən onu özüm istifadə etməyimə və övladlarımın istifadə etməyinə rəva
bilirəmsə, o halda artıq izləyicimlə də bölüşürəm. Bəs İlqar, sən seçimlərini Vallahi necə edirsən? Allah bütün atalara can sağlığı versin, valideynlərə can sağlığı versin. Mən hələ bu günə qədər evimizdə 1 kiloqram qənd almamışam. Tam səmimi deyim. Yəni bu işlərdə ümumiyyətlə başım çıxmır, bilmirəm. Amma nəsə alanda da düzdür. Hər şeyin ən keyfiyyətlisini harda bahalı var onu alıram. Elə bilirəm ki, yəni odur, yəni ən keyfiyyətli. Yəni belə başa düşürəm, amma yəni mən bilmirəm də, yəni onu keyfiyyətli, ən bahalı elə bilirəm keyfiyyətlidir. Mən nə bilim. Nigar xanım, bax 5 ildir bu sahədəsiz. Bu sizə hansı bir enerji verir? Çünki hər zaman insan irəli getmək üçün onu nəsə qidalandırır. Bax bu işdə 2 gün əziyyət çəkirsiniz, zəhmətiniz olur, o qablar, o deyirsiniz sıxılır. Bunları sizi belə də sizə güc verən, burada ən önəmli nədir? Hansı məqamdır? Ən önəmli burada məqam izləyicilərimdir. Mənə gələn geri dönüşlərdir, söhbətlərimizdir. Artıq biz orada bir ailə kimi olmuşuq. Elə məqamlar var ki, hətta həyatımda baş verən, mən onu paylaşıb unutmuşam, amma izləyicilərimin xatirində qalıb. O dərəcədə. Mənə xatırladılar. O qədər doğma bir bağ yaranıb ki aramızda. Mən artıq elə bilirəm ki, məsələn, bir gün faydalı bir şey paylaşmıramsa, izləyicilərimə xəyanət eləmiş kimi hiss eləyirəm. Əsas onların sayəsində bloq davam edir və mən ruhdan düşmürəm. Bəs necə çatdırırsınız? Bax bu qədər böyük bir kütlə ilə həm əlaqə saxlamaq, həm münasibət qurmaq, həm də onlara cavab vermək. Çətindir, çatdırmaq çox çətindir və nə qədər desəm də çox doğmayıq, əlaqədəyik, inciyənlər də olur ki, məsələn bizim mesajımız cavabsız qaldı. Yəni imkan daxilində zamanımı elə planlaşdırıram ki, bunlara da vaxtım qalsın. Necə bir mesajlar daha çox sizə gəlir? Xoş mesajlar daha çox gəlir, amma mənfilər də olur. Yəni sizə deyim ki, bu günə qədər bloqun inkişafında o mənfi rəylərin böyük rolu olub. Məsələn? Ona görə mən heç vaxt mənfi rəy yazan izləyicini təhqir olmadığı halda blok etmirəm və yaxud da acılamıram. Çünki hər mənfi rəydə bir həqiqət payı da olur. Hansı mənfi rəy sizi qabağa aparıb? İrəli aparıb? Məsələn, çəkimlə bağlı mənfi rəylər gəlirdi. Yeri gəlmişkən çəki ilə də bağlı. Bəli, mən sizin verilişinizi çoxdan da izləyirəm. Hazırladığınız reseptlərdən, ümumiyyətlə burada gedən söhbətlərdən çox faydalanmışam. Yararlandığınız olubmu? Bəli, əlbəttə uzun müddətdir ki, sağlam həyatı seçmişəm. Artıq sağlam qidalanıram və sizin məsləhətlərinizdən də çox faydalanıram. Bir xeylim də çəki vermişəm. Vermisiniz? Bəli. Məsələn, bu izləyicilərimin o çəkimlə bağlı tutduğu iradlar məni buna vadar elədi ki, mən sağlam həyata başladım və artıq mən onlara təşəkkür eləyirəm. Düzdür, yolun tam sonuna gəlməmişəm, hələ davam edirəm. Amma ki, yəni buna görə hər bir izləyicimə buradan minnətdaram. İnşallah indən sonra da biz Nigar xanımla bir yeni yola çıxacağıq və düşünürəm ki, biz Nigar xanımla o dediyimiz kimi çox gözəl bir əl-ələ tutaraq, gözəl bir forması olacaq Nigar xanım. Artıq bugündən start veririk. İndiyənə kimi o belə deyək də efirdən bizi izləyərək faydalı məsləhətlərimizi götürürdü. İndi isə bugündən etibarən canlı olaraq biz Nigar xanımla bərabər olacaq və düşünürəm ki, siz əziz tamaşaçılar, onun tamaşaçıları, bizim tamaşaçılar fərqi nədir? Bütün izləyicilər bizim hamımız əzizlərimizdir və onlar da faydalanacaq və görəcəklər ki, Nigar xanım necə tez bir zamanda artıq kilolardan azad olub. Bəli, inşallah. Nigar xanım, bir sualım da yarandı. Hal-hazırda bu influencerlar çoxdur, blogerlər çoxdur. Necə insanlar düzgün seçim etsinlər? Necə ayırsınlar? Necə düzgün seçim etsinlər? Bu düzgün seçim barədə çox tərəddüd içindəyəm. Çünki həqiqətən də düzgün seçim eləmək çətindir. Hal-hazırda məsələn, hətta mən baxıram ki, düzgün səhifələr, hansı ki, faydalı səhifələr daha az izlənir. Nəinki mənfi təsir göstərə biləcək səhifələrdən. Ona görə biraz məyus oluram. Amma həyat keyfiyyəti yaxşı olan insanları izləmək lazımdır. Düzgün məlumatlar ötürən, diqqətli insanları izləmək daha təbii ki, yaxşı olar. Məsələn, mən xoşum gəlir ki, hərdən valideynlər yazır ki, qızımın məsələn 10 yaşı var, 12 yaşı var, sizi izləyir, bu reseptimizi hazırladı, atasına təqdim etdi, çox sevindi atası, bizə xoş oldu. Bu rəyləri almaqdan sevinirəm. Amma nə qədər də az yaşlı uşaqların mənfi kontent izlədiyini də şahidi oluram təəssüf ki. Nigar xanım, Instagram səhifənizin çox maraqlı adı var.
Fudi Mudi. Bəli. Bu niyə bu o evladlarınızla əlaqədardır, yoxsa yeməklə, nə ilə Xeyr, əlaqədardır? Pudi Mudi əslində qurman deməkdir. Və mən bu səhifəyə adı verəndə səhifənin bu qədər böyüyəcəyini bilmirdim. Təbii ki, səhifənin bu qədər böyüyəcəyini bilsəydim, adımla bağlı nəsə bir ad verərdim. Amma o qədər sevildi ki, artıq mənə məsələn Nigardan çox Fudi deyirlər. Yəni səhifəmin adı ilə müraciət eləyirlər. O səbəbdən dəyişməyə risk eləmirəm. Yəni dediyim kimi belə birdən-birə gələn bir ideya idi. Təşəkkür edirəm. İlqar, artıq belə deyək də yaydır. Bu yayda yeni hansı bir layihələri fikirləşirsən? Bəlkə hansısa bizim Azərbaycan bölgələrimizə hansısa bir konsertlər, İnşallah nə vaxt sənin solo konsertinə gələcək? Düşünürsənmi bu proyekt haqqında? Əslində bu barədə biz danışmışdıq. Mənim bir yaxın dostum var, Amerika vətəndaşıdır, Amerikada da yaşayır, amma çox tanınmış kompozitordur. Və onunla biz istəyirdik bir gözəl konsert düzənləyək. Düzdür, bu illər alınmadı, amma inşallah gələn il Allah qoysa düşünürük. Yayla bağlı təbii mən bilirsiniz, hər dəfə konsertlərim olur, konsertlər verirəm və məni sevən insanlar ora gəlir. Düşünürəm ki, belə bir konsert eləsəm, yəni daha çox insanlar gələr. Yəni çox adam mənə deyir bunu elə, amma o bir məqam var ki, mən onu gözləyirəm ki, bir dənə o məqam var, onu aşım, ondan sonra inşallah eləyəcəm. Gəlmişkən sizin bu qədər izləyiciniz var. İstəyirsinizmi onlarla bir hardasa görüşlər təşkil eləmək, məsələn sizi sevən izləyicilərlə bir tədbirlər keçirmək? Çox istəyərəm. Hələ ki tək-tək görüşlərimiz olub, 1-2 nəfərdən ibarət, amma böyük görüşlər keçirtməmişəm. Amma çox şad olaram əlbəttə ki, hər birini canlı daha yaxın. Yeni kafedə inşallah. Elə yeri Mütləq gəlmişkən şəkildə. sizi də dəvət edirəm bizim Şəfalı Həyat kafemizdə, Healthy Food dediyimiz kimi. Sizin izləyicilərimizdən görüşlər də təşkil edə bilərsiniz. Yaxşı fikirdir. Doğrudan yaxşı fikir. Çünki hər zaman insan öz sevgisini insanlarla paylaşmağı bacarmalıdır. İnsan sevməyən insan nə olur? Solur. İnsan içində sevgi olmalıdır. Sevgidir bizi yaşadan, bizə pozitiv verən, enerji. Mənə çox vaxtı deyirlər, Şəfa xanım, bu gəh yürüyüş edirsiniz, gəh idman edirsiniz, gəh efirdəsiniz. Bu enerji verən sizə nədir? Mən hər zaman deyirəm, mənim insanlara olan sevgim. Bəli. Amma təbii ki, o sevginin ilk bir növrəsi mənim ailəmdən irəli gəlir. Çünki əgər ailədə belə sarsıntı olursa, insanın keyfi də pozulur. O ailə dəyərləri də bilmək üçün, təbii ki, bizim hər zaman bu psixoloqlarımız, coachlarımız, yəni sağ olsun bütün ətrafımız böyükdür, dostlarımız çoxdur. Biz onlarla da məsləhətləşirik. Mən onlarla hər zaman seminarlar keçirəm, onları efirə dəvət edirəm. Odur ki, əziz xanımlar, əziz bəylər, əziz bizi izləyən tamaşaçılar, əgər o belə deyir də, keyfiniz yoxdursa, o bəzi mənim pasiyentlərim deyir ki, səhər dururuq, Şəfa xanım, birinci sizin səhifənizdə sizə baxırıq, görək siz nə edirsiniz, oradan enerji alıb keçirik. Bax, bu çox önəmlidir. Ona görə bugün studiyamızın qonağı Nigar xanım Parənci idi. Çünki bir insan səhər durduqda, bir gözəl söz eşitsə, bir gözəl məlumat eşitsə, bir gözəl ifa, musiqiyə qulaq assa, biz hər zaman musiqiyə qulaq asırıq. İstəyər sükan arxasında olanda, istəyər idmanda, istəyər adi halda musiqi insanı yaşadır, insana enerji verir, insan ruhsunun qidasıdır, insan əhval-ruhiyyəsini və səhər tezdən duranda təbii ki, birinci növbədə mən əziz dostlarımın gözəl ifalarına, İlqarı gözəl ifasıyla açıram, belə enerji verən, özüm də oynaya-oynaya, məsələn, əlizmimi yuyuram, idmanımı edirəm. Bu çox önəmlidir. Nigar xanım, artıq verişimiz sona çatır və son sualımı istəyərdim sizə verim. Sizin səhifənizlə bağlı yeni nə layihələr gözləyirsiniz? Onu necə inkişaf etmək fikrinizdədir və bundan gözləntiləriniz nədir? Yeni hədəflərim çoxdur. Əvvəla mətbəximdə bir yenilik eləmişəm və istəyirəm ki, artıq həmkarlarımla öz mətbəximdə görüşüm və birgə bir layihə ortaya çıxardaq, birgə videolar çəkək, reseptlər hazırlayaq. Ən böyük hədəflərimdən biri budur. Hələ ki, onun üzərində işləyirəm. Uğurlar sizə. Təşəkkür edirəm. Bugün Şəfalı Həyat verilişinin qonaqları oldunuz. Mənim əzizim dostum İlqar bəy. Sənə uğurlar arzulayıram. Çox sağ olun. Dəvətə görə təşəkkür edirik.
və Nigar xanım, sizə də təşəkkür edirəm bugün qonağımız oldunuz və sizə də o yeni layihələrinizdə uğurlar arzu edirəm. Necə ki, Əzim İlqarada elə yeri gəlmişkən hər zaman bütün xanımlar gözəl görsənmək istəyir. Elə mən də bugün Evita Gözəllik Mərkəzində çalışan Fərəh xanıma dərin təşəkkürümü bildirmək istəyirəm. Bugün make-up'ı məhz Fərəh xanım edib, əllərinizə sağlıq və saçımı Günel xanım çox gözəl bir, havalı bir saç düzmə elədi. Ona da təşəkkür edirəm. Sağ olsun Evita Gözəllik Mərkəzi. Mən məzləm sizə təşəkkür edirəm. Bugün gəldiniz, maraqlı söhbətlərimizdən, maraqlı məsləhətlərimizdən, maraqlı gözəl ifalarımızla bərabər olduq. Amma təbii ki, burada əyləşmək üçün, komfortlu bizə deyək də enerji vermək üçün insan bir yerdə əyləşirsə, komfortlu deyilsə, oradan tez çalışır getməyə. İstəyər buranın, bizim studiyamızın, istəyər ab-havası, istəyər komfortlu mebelimizə görə Nur Mobilyada çalışan onun rəhbəri Rəşad bəyə dərin təşəkkürümü bildirmək istəyirəm. Rəşad bəy, çox sağ olun. Belə gözəl mebellərimizə görə oturduq, söhbət elədik və rahatlandıq. İlqar, sənə də təşəkkür edirik və keçirik verilişimin sonunda sizin gözəl ifanıza. Mən sizə təşəkkür edirəm və ARB televiziyasının bütün əməkdaşlarına təşəkkür edirəm ki, hər dəfə çox sağ olsunlar, dəvət edirsiniz gözəl verilişinizə və sizin verilişinizə gözəl, uğurlu layihələr, yeni işlər arzu edirəm. Çünki siz bu verilişə yaraşırsınız, bu veriliş sizə yaraşır. İnsanlara gözəl enerji bəxş edirsiniz. Maşallah, o qədər enerjik danışırsınız ki, hər dəfə mən bura gələndə bir aylıq enerjimi toplayıb gedirəm. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Mən də təşəkkür edirəm dəvətiniz üçün. İzlədiyim bir verilişdə, daim izlədiyim verilişdə qonaq olmaq 2 qat xoş idi. Çox sağ olun, təşəkkür edirəm və təəssüflər olsun ki, verilişimiz sona çatır. Hər bazar gün saat 3-də ARB kanalında Şəfalı Həyatla bərabər olun. İtirmişəm gündüzü gecəmi, səndən eşidəndən əlvida. Soruşsan ki halım necədir, inan heç tanımazsan məni daha. Sənə rahatdırsa mənə çətin, dünən kimi yadımdadır keçəni. Bu qədər kədər verib demə, gücün varsa yaşamağı seçəbil. Gəzdiyim hər yerdə sanki səni görürəm. Addımlarımı sayır hər küçə, hər döngə. Yalnız qaldıq bir mən, bir də kölgə. Sənə tək bir sözüm olacaq, o da döngə. Nə bir ümidim yox, nə bir xəyalım, döngə. Sənsiz mənə boş gəlir həyatım, döngə. Gülüşün qara gecələri boyadır, gedişin kabusum olub boyadır. Ömrümü verə biləcəyim o qadın, döngə. Nə bir ümidim yox, nə bir xəyalım, döngə. Sənsiz mənə boş gəlir həyatım, döngə. Gülüşün qara gecələri boyadır, gedişin kabusum olub boyadır. Ömrümü verə biləcəyim o qadın. Çoxdan dəyişmişəm, əvvəl susmazdım, indi dinməz. Gülüşünə isinən qəlbim, indi heç bir gülüşə isinməz. Dərdimi yaşadan kəsdən, başqası dərdimi bilməz. Mənə təsəlli vermə, təsəlli heç vaxt göz yaşı silməz. Gəzdiyim hər yerdə sanki səni görürəm. Addımlarımı sayır hər küçə, hər döngə. Yalqız qaldıq bir mən, bir də kölgə. Sənə tək bir sözüm olacaq, o da döngə. Nə bir ümidim yox, nə bir xəyalım, döngə. Sənsiz mənə boş gəlir həyatım, döngə. Gülüşün qara gecələri boyadır, gedişin kabusum olub boyadır. Ömrümü verə biləcəyim o qadın, döngə. Nə bir ümidim yox, nə bir xəyalım, döngə. Sənsiz mənə boş gəlir həyatım, döngə.
Azərsüd, Evita Gözəllik Mərkəzi, Diablonun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə şəfalı həyata baxdınız.